Salam əziz dostlar, bu günləri Simi Bravo Slim modelinin kalibrovka nizamlama necə olur onu göstərəcəm. Bizə lazım olan instrumentlər manometr və atverka. Burada sol tərəfdə primitska var, qaraşınur, onu ayırmalıyıq mütləq. Yəni otaq termostatın primitskasıdır. Sonra ana plata korpusunun əyirik. Görürsünüz, qaz klapanının out yazılan yerində, yəni çıxış qazın ölçmək üçün vinti açırıq. Vinti çox açmayaq, düşüb bitər. Yəni oradan qaz çıxsa bəs eləyir, manometrlə ölçə bilər. Elektron manometr olsa daha gözəl olur, dəqiq nizamlama olur. Ümumiyyətlə elektron manometrdən istifadə eləmək lazımdır. Elektron manometri millibar rejimində nizamlayırıq. Çünki biz maksimal və minimal rejimi millibarla ölçürük. Gördüyünüz kimi mən isti su temperaturunu 60'a qaldırdım. Siz də bunu təkrarlayın. Sonra isti su və atapleni düyməsini basırıq. Parametr bölümünə girməyə çalışırıq. Gördünüz, parametr bölümünə girdik. Ataplenin köməyi ilə irəli parametrləri 49-cu parametrə gətiririk. Seti 49 eləyirik. (46, 47, 48, 49 etdik. Sonra ataplenin düyməsinin köməyi ilə 70-ci parametrə gəlməliyik. 70-i də 5 eləməliyik. Altda ingilis dilində yazılır. Sonra atapleni və isti su düyməsini basırıq. Nizamlamalar yaddaşa gedir. Ondan sonra reset və plus düyməsini basırıq. Avtokalibrovka rejiminə salırıq. Sonra isti suyu açmaq lazımdır. İsti suyu açırıq. Gözləyirik, alışır. Qaz alışandan sonra ekrana belə bir şey gəlir. P01, yəni maksimal davleni parametrindəyik. İndi onu nizamlamağa çalışacağıq. Manometrə görürsünüz, manometrə 10 millibar. Biz rəqəmləri qaldırdıqca qazın davlenisi də qalxır. Çalışın 10 və 11 millibar arasında maksimal davlenini nizamlayın. Çünki belə daha məsləhətdir, həm dəqiq işləyə biləcək. Ondan sonra reset düyməsin, on-off düyməsini basırsınız. Nizamlar yadda qalır. Ondan sonra biz isti suya düyməsinə bir dəfə vurandan sonra P00 gəlir. P00 nə deməkdir? P00 minimalını, yəni aşağı qaz təzyiqidir. Aşağı qaz təzyiqini biz 1.8 və ya 2 millibarda saxlamalıyıq. Çünki temperatur yığandan sonra o minimal davlenindən kombi cihazınızı işlədəcək. Yəni qaz minimalda yüksək olarsa qaynama belə verə bilər. Yəni isti su həddən artıq çox qıza bilər, tez-tez sönər. Arada soyuq və isti gələ bilər. Yəni bunlar hamısı düzgün nizamlanmalıdır. Mütəxəssis tərəfindən nizamlatdırsanız daha yaxşı olar. Yəni siz ustasınızsa, mütəxəssissə, bacarırsa çalışın mən dediyim kimi nizamlayın. Gördünüz, minimalını davleninin 1.19'a nizamladıq. Ondan sonra on-off düyməsi və plusu basırıq. Parametrlər, bütün ayarlar yaddaşa gedir. Vəssalam. Sağ olun, zəhmət olmasa videoya like qoyun, bizə abunə olun, bu cür videoların davamı olsun. Təşəkkür edirəm.